Qazaxıstan sahəsinə görə ən böyük müstəqil türk dövlətidir. Şimal hissədən Rusiya, şərq hissədə Çin, cənub hissədə Qırğızstan, Özbəkistan və Türkmənistanla həmsərhəddir. Ərazisi iki qitədə yerləşir: Avropa və Asiya. Bildiyiniz kimi Avropa ilə Asiya arasındakı sərhəd Ural çayından keçir və Ural çayından şərqdə qalan, daha doğrusu qərb hissədə qalan hissə Avropa ərazisinə düşür. Xəzəryanı ovalıq, Turqay platosu, Qazaxıstan xırda təpəliyi, Qızılqum səhrasının bir hissəsi, Üstüyurt platosu, Tian-Şan dağlarının və Altay dağlarının bir hissəsi Qazaxıstan ərazisinə düşür. Qazaxıstan ərazisinin müəyyən bir hissəsi Cavan platformaya aiddir. Yəni Turan ovalığı olan hissə Cavan platformaya aiddir. Təbii ki, Qazaxıstan ərazisində paleozoy yaşlı, yəni paleozoy qırışıqlığına, qədim qırışıqlığa geniş rast gəlinir. Burada Üstüyurt platosu, sonra Aral gölü ətrafı, sonra Qazaxıstan xırda təpəliyi, Turqay platosu, bunlar paleozoy qırışıqlığına, yəni qədim qırışıqlığa aiddir. Altay dağları isə paleozoy erasında yaransa da, Kaynozoy erasında yenidən fəallaşmışdır. Həmçində Tian-Şan dağlarını bura misal göstərmək olar. Çayları əsasən daxili axarsız hövzəyə və Şimal Buzlu Okean hövzəsinə aiddir. Ob çayının qolları olan Tobol, Işım və Irtış çayları Qazaxıstan ərazisindən öz başlanğıcını götürür. Ona görə deyə bilərik ki, Qazaxıstanın daxili suları həm də Şimal Buzlu Okeana aiddir. Həmçinin Ural çayı, Emba çayı Xəzər hövzəsinə aiddir. Xəzər dənizində olan əsas adaları Durnev adası, Kulalı və Suiti adalarıdır. Sonra əsas yarımadaları Mangistau və Buzati yarımadalarıdır. Mangistau körfəzi, sonra Qazax körfəzi əsas körfəzləri hesab edilir. Karaciya çökəkliyi də Qazaxıstandadır. Mütləq hündürlüyü -132 metrdir. Qazaxıstanda zəngin dəmir, daş kömür, mis ehtiyatları mövcuddur. Çökmə məşəli təbii ehtiyatlarından neft və qaz zəngindir. Xəzər dənizindən çıxarılan neft ehtiyatlarına görə Xəzər dənizi birincidir. Onu da qeyd edim ki, Xəzər dənizindən çıxarılan qaza görə Azərbaycan birincidir. Xəzər dənizində olan qaz ehtiyatlarına görə Azərbaycan, neft ehtiyatlarına görə isə Qazaxıstan birinci hesab edilir. Ən iri göl Aral gölüdür. Qədim Tetis okeanının qalığı hesab edilir. Bir hissəsi Özbəkistan, bir hissəsi isə Qazaxıstandadır. Sırdərya çayının mənsəbi burada yerləşir. Qızılqum səhrasının bir hissəsi burada yerləşir. Və Balxaş gölü buradadır. Balxaş gölünə tökülən İli çayı məhz bu ölkəyə aiddir. Qazaxıstan əhalisi Altay dil ailəsinin türk dil qrupunun Qıpçaq qoluna mənsubdur. Əhalisinin etnik tərkibi rəngarəngdir. Burada yerli qazaxlarla yanaşı ruslar da geniş məskunlaşmışdır.